Salam müəllimlər, bu gün sizə izah edəcəm 13 noyabr müsahibəyə düşmüş sualları. İlk öncə baxaq birinci sualımıza. Qeyd edim ki, təkrar suallar da olubdu. 12 noyabrda düşmüş suallardan və yeni suallar da olub ki, əsasən dünya görüşü, psixoloji. Bu dəfə deyək ki, çox sadə suallar olub. Yəni çətin heç nə, yenə də yeni bir sual olmayıbdı. İlk öncə birinci sualımız. Uşaq bağçadan gec götürülsə nə edərsiniz? Yəni valideyn gəlib uşağı bağçadan gec götürsə nə edərsiniz? Təbii ki, biz ilk növbədə uşağın təhlükəsizliyini təmin etməliyik. Ola bilər ki, uşaq ağlayar, valideyni gec gəldiyi üçün onu sakitləşdirməliyik, uşağın narahat olmamasına şərait yaratmalıyıq və valideynlə əlaqə saxlayıb rəhbərliyə məlumat verilməlidir. Təbii ki, biz uşağı tək qoymamalıyıq, valideyn gələnə qədər bütün məsuliyyət bizim üzərimizdədir. Məsələn, oyunlar təşkil edə bilərik ki, uşaq narahat olmasın, tək olmadığını və yaxud təhlükəsiz bir mühitdə olmağını təmin etməyə çalışmalıyıq. Sonra müəllimin plan dəftəri nə üçündür? Təbii ki, fəaliyyətini sistemli, məqsədyönlü aparmaq üçündür. Yəni bizim plan dəftərimizdə həftəlik, gündəlik məşğələlərdir, məqsəddir, vəzifədir, metodlardır, inteqrasiyadır və qiymətləndirmə qeyd olunur. Təbii ki, bu planlar da ardıcıl, məqsədli və kurikuluma uyğun şəkildə həyata keçirilməlidir. İnkişafın izlənilməsi nədir? Yəni formativ qiymətləndirmə. Bildiyiniz kimi formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Gündəlik uşaqları inkişaf sahələrə əsasən müşahidə etmə və qeydiyyata aparmaqdır. Uşağın güclü, zəif tərəflərini müəyyən etmə və inkişaf etdirməyimizdir. İnklüziv təhsil nədir? Təkrar suallardan biri təbii ki, təhsilin hamı üçün əlçatan olması, bütün uşaqların sağlamlıq vəziyyətindən və yaxud fərqli xüsusiyyətlərindən, qabiliyyətindən asılı olmayaraq bərabər təhsil alma imkanının olması. Daha sonra deyə bilərlər ki, niyə müəllimə olmağı seçmisiniz? Mən bunu müsahibə kitabımda da qeyd etmişdim. Təkrar bir sualdır. Təbii ki, ona görə seçmişəm ki, uşaqlarla işləmək, uşaqların inkişafına töhfə vermək mənim üçün həm məsuliyyətli, həm də sevincli bir haldır. Uşaqlar hər gün bir yenilik öyrənməsi, özlərini ifadə etməsi mənə motivasiya verir və bu peşə mənim üçün təkcə bir iş deyil, həm də həyat tərzidir. Sonra təkrar bir sual düşüb, 12-si düşən suallardan tərbiyəçinin hüquq vəzifələrinə aiddir. Sual veriblər ki, hüququn hansıdır, vəzifən hansıdır və yaxud hüququn nədir, vəzifən nədir? Məsələn, hüququnuz hansılardır? Təhlükəsiz iş şəraitində təmin olunmağınız, şərəf ləyaqətinizə hörmətlə yanaşılmasını təmin etməyiniz, fikirlərinizi sərbəst seçmək, mükafatlandırılmaq, təltif olunmaq, peşəkar inkişafda, təlimlərdə iştirak etməyiniz. Bəs vəzifən nədir desə, uşaqların hər tərəfli inkişafını təmin etməkdir, təhlükəsizliyini təmin etməkdir, uşaqlara bilik, bacarıq, vərdişlər aşılamaqdır, sağlam, mehriban bir mühitdə olmalarını təmin etməyimizdir, valideynlə, psixoloqla əməkdaşlıq, ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək, uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmək, dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Sonra düşüb Gardner nəzəriyyəsi. Çox sadə bir sual, hər kəs bunu bilir, çünki test mərhələsində biz bunu keçmişik. Gardnerin intellekti nəzəriyyəsinə görə hər bir uşağın fərqli zəka növləri var və hər bir uşaq bu fərqli zəka növlərinə görə tanınır, hər birinə uyğun bir fəaliyyət təşkil edilir. Məntiqi riyazi var, verbal lingvistik var, musiqi var, məkan vizual var, bədən kinestetik var, şəxslər arası var, fərd daxili var, naturalist var ki, bir də eksistensialistlər var, onlar hələ dəqiqləşdirilmədiyi üçün qeyd etməyə ehtiyac yoxdur. Bu intellekt növlərinin adını çəkməyiniz kifayət edir. Ola bilər ki, hər hansı biri haqqında soruşar. Bu da təbii ki, sadə bir sualdır. Deyək ki, uşağın əli göyərib, valideyn zəng edib sizi danlayır. Bu zaman nə edərsiniz? Təbii ki, ilk öncə mən valideyni sakitləşdirməliyəm. Uşağın vəziyyəti barədə ətraflı məlumat verməliyəm. Hadisəni dürüst şəkildə izah etməliyəm. Məsələn, oyun zamanı ola bilər ki, əlin harasa vurub göyərib, mən bu zaman bunu gizlətməməliyəm. Məsuliyyətimi öz üzərimə götürüb səbəbini açıqlamalıyam. Lazım gəlsə tibb bacısına müraciət etməliyəm. Ən əsası nədir? Valideynlə etik davranışa əməl etmək və anlayışlı ünsiyyət saxlamaq. Uşaqlar qrupda dalaşır, nə edərsən?
Təbii ki, ilk öncə uşaqları sakitləşdirib bir-birindən ayıraram. Heç bir uşağın üzərinə qışqırmadan emosiyasız yanaşaram. Daha sonra hadisəni sakit bir mühitdə araşdırıb, hər bir uşaqla ayrıca fərdi söhbətlər təşkil edərəm və uşaqlara düzgün davranış modelini izah edib barışdırmağa çalışaram və gələcəkdə təkrarlanmaması üçün bu qaydaları xatırladaram. Belə bir sual düşüb dünən ki, uşaq pomidorla qara çəkdi. Daha doğrusu pomidoru qara çəkdi. Burada hərf səhv olubdu. Bu zaman nə edərsən? Əgər uşaq pomidoru, bildiyimiz kimi qırmızı pomidoru qara çəkirsə, uşağı danlamaq olmaz, səhv adlandırmaq olmaz. Hər bir uşağın öz baxış bucağı var. Bəlkə onu başqa vəziyyətdə çəkir, bəlkə kölgədə, qaranlıqda çəkibdir. Bunu maraqlanmaq lazımdır. Sən niyə bu rəngdə çəkmisən pomidoru? Yəni bu zaman uşaqla söhbət edib bunun səbəbini araşdırmalıyıq. Daha sonra onun qırmızı olduğunu uşaqlara belə deyim də müsbət bir dildə öyrətməliyik. Və əsasən biz uşaqların yaradıcılığını məhdudlaşdırmamalıyıq, müşahidə qabiliyyətini, rəng anlayışını inkişaf etdirməliyik və öz fikrini əsaslandırmağa təşviq etməliyik ki, səbəbini açıqlaya bilsin. Dünən nə günü idi? Bu 13 noyabrda düşüb. Təbii ki, 12 noyabr Konstitusiya gününü soruşublar. Səncə insanlar sosial yoxsa irsi amillərlə inkişaf edir? Təbii ki, insanın inkişafında həm irsi amillər mühüm rola malikdir, həm də sosial amillər. İrsi amillər biolojidir, məsələn, temperament, qabiliyyət, sosial da ailədir, təhsildir, əməkdaşlığındır. Və təbii ki, uşağın bir şəxsiyyət kimi formalaşmasında hər iki amil ön plandadır. Fiziki mədəniyyətdə cütlərlə iş forması var. Xeyr, bildiyiniz kimi fərdi, frontal və qruplarla iş forması var. Bir də konveyer iş forması var. Akademik məşğələ nədir? Akademik məşğələ məktəbəqədər təhsil proqramına uyğun olaraq uşaqlarda bilik, bacarıq, vərdişlərin formalaşdırılması planlı təlim fəaliyyətidir və əsasən məşğələ kurikulumun məzmun xətti üzrə təşkil olunur. Və akademik məşğələdə uşaqlarda idraki proseslər inkişaf edir, yaradıcılıqdır, sosial bacarıqlardır, nitq qabiliyyəti inkişaf etmiş olur. Yenə təkrar bir sual, diaqnostika nədir, məqsədi nədir? Diaqnostika ilkin qiymətləndirmədir. Uşağın inkişaf səviyyəsinin ilkin olaraq müəyyən etməyimizdir. Hazırki inkişaf səviyyəsini öyrənməyimiz, fərdi xüsusiyyətlərini müəyyən etməyimiz və növbəti təlim mərhələsinə daha necə inkişaf etdirirəm, bunu müəyyən etmək lazımdır. Fəaliyyət mövzusuna aid düşübdür ki, əşrəfi manipulyattiv fəaliyyət nədir? Əşrəfi manipulyattiv fəaliyyət uşağın əşyalarla müxtəlif hərəkətlər etməsi, onları tutma, çevirmə, sıralaması, sökmə, yığma, birləşdirmə kimi fəaliyyətlər ön plandadır. Burada təbii ki, uşağın idraki, əyani əməli təfəkkürü də inkişaf etmiş olur. Məsələn, düymələri rənginə görə ayırma, konstruktor fiqurlar düzəltmə, ev düzəltmə kimi anlayışları aid edə bilərik. Özünə xidmət əməyinə nə daxildir? Özünə xidmət əməyi uşağın öz şəxsi gigiyenasıdır. Baxın, özünü düşünün. Əsasən müəllimlər məişət təsərrüfatla özünə xidməti qarışdırır. Öz üzərindən, öz şəxsi gigiyenasından, özünün geyinib soyunması, öz əlini yuması, özü kitabı oxuması, kitab götürməsi, oyuncaqlardan istifadə edirsə, tək özünə aiddirsə, bu özünə xidmət əməyi adlanır. Çətin uşaq kimlərdir? Çətin uşaqlar təbii ki, aqressiv uşaqlar, özünə qapanan uşaqlardır, davranışında çətinlik olan, tez qıcıqlanan, hiperaktiv və s. uşaqlara aid edə bilərik. Təbii ki, biz bir müəllim olaraq həmin uşaqlarla səbirli, anlayışlı olmalıyıq. Uşağı qınamaq olmaz. Uşaqların hər zaman müsbət tərəflərini vurğulamalıyıq və təbii ki, ən vacibi uşaqlara sevgi, dəstək göstərməliyik, valideynlərlə, psixoloqla əməkdaşlıq etməliyik. Azərbaycanın ərazi bütövlüyü nə deməkdir? Çox sadə və gözəl bir sualdır. Təbii ki, ölkəmizin bütün torpaqları, dağı, meşəsi, şəhəri, kəndi, düzənliyi vahid dövlətin ayrılmaz bir hissəsidir və heç bir qüvvə bu sərhədləri dəyişə bilməz və bu konstitusiyamızda qorunan milli dəyərlərimizdən biri hesab olunur. Sonra vitse-prezidentimiz kimdir? Mehriban Əliyeva bu sual düşübdür. Dövlət rəmzləri hansılardır? Bildiyiniz kimi bayrağımız, gerbimiz, himnimiz. Bu sual çox sadə. Bu mənim öz müdavimimə düşmüş suallardır. Sonra sim uşaqlarla necə davranarsınız və həmin müəllim də dünən müsahibədən keçmiş oldu. Yəni sadəcə suallara dolğun cavab vermək kifayət edir.
Sim uşaqla necə davranırsınız? Sim uşağa fərdi yanaşmaq, səbirlə, anlayışla davranmalıyıq. Sim uşaq nə deməkdir? Sağlamlıq imkanı məhdud uşaq deməkdir. Və biz həmin uşaqların ehtiyacına uyğun fəaliyyət planı hazırlamalıyıq. Qrupda digərlərlə birlikdə inteqrasiya etməsinə dəstək olmalıyıq. Və valideyn, mütəxəssislərlə əməkdaşlıq etməliyik, uşağın inkişafını izləməliyik. Bizim əsas məqsədimiz uşaqların öyrənməsi, sosial bacarıqlarını inkişaf etdirməyimizdir. Hesablamanı uşağa necə öyrədərsiniz? Təbii ki, mərhələli şəkildə, əyani şəkildə, məsələn, oyunlarla, şəkillərlə, bloklarla öyrədərəm. Toplama çıxma əməllərini əyani vəsaitlərlə göstərsək daha maraqlı olar. Bu zaman uşaqlar həm əylənər, həm də öyrənər. Təlimin təşkilinə verilən bir tələb var, bir prinsip var. Bunları qarışdırmayın. Məqsədyönlü planlı məşğələ olmalıdır, yaşına, inkişaf səviyyəsinə uyğun olmalıdır, balanslı olmalıdır, təhlükəsizlik qaydalarına əməl edilməlidir və qiymətləndirmə izlənilməlidir. Uşaq bağçaya gəlmirsə, səbəb nə ola bilər? Ola bilər ki, mühitdən narahatdır, adaptasiya problemi var və yaxud hər hansı bir sağlamlıq problemi ola bilər. Məsələn, deyək ki, uşağa maraqsız gəlir dərslər, məşğələlər, bağça və yaxud valideyn düzgün uşağı motivasiya etmir getməyi üçün, qorxuda bilər və yaxud uşaqda ünsiyyət çətinliyi ola bilər, digər insanlarla əməkdaşlıq qurmağa çətinlik çəkə bilər. İşlədiyiniz bağçada yaxşı müsbət tərəflər. Və təbii ki, belə bir sual verə bilərlər sizə. Deyə bilərsiniz ki, peşəkar və səmimi kollektivdir, təhlükəsiz inkişaf yönümlü mühitdir, yeni metodlarla işlənilir, valideynlərlə sıx əməkdaşlıq var və uşaqların yaradıcılığı, oyun imkanlarının geniş olması. Hardan bilirsiniz? Araşdırmışam. Bunu mütləq deməlisiniz. Orada durub baxmayın. İş yoldaşlarınızın hansı səhvi sizə problem yarada bilər? Təbii ki, məsuliyyətsiz olsa, uşağa laqeyd yanaşsa, uşağa zidd olan hərəkətlər etsə, əməkdaşlıq etməsə, ünsiyyət qurmasa, vəzifə paylaşımı etməsə. Rasional qidalanma nədir? Uşağın sağlamlıq inkişafını balanslı qidalanmasıdır. Yəni burada protein, karbohidrat, vitamin, minerallar kifayət qədər təmin olunmalıdır. Ancaq təbii ki, şəkəri, duzu az vermək lazımdır. Uşağın yaşına, sağlamlığına uyğun menyu hazırlanmalıdır. İnteqrasiya nədir? Əlaqələndirmədir. Fərqli fəaliyyət sahələrinin uşağın birləşdirərək hərtərəfli inkişafını təmin etməyimizdir. Məsələn, riyazi tapşırıqları oyun hərəkətlə öyrədə bilərik. Fiziki hərəkəti riyazi fəaliyyətlə birləşdirə bilərik. Ətraf aləmlə savad təlimi inteqrasiya edərik. Yəni, ümumilikdə inkişaf sahələrini, məşğələləri inteqrasiya etməyimiz. Dərs keçirsiniz, ancaq uşaq dinləmək istəmir, bu zaman nə edərsiniz? Təbii ki, uşağı motivasiya etmək lazımdır. Diqqətini uşağın dərsə cəlb etməliyəm. Maraqlı fəaliyyətlərdən istifadə edərəm. Məsələn, mükafatlardan deyərəm ki, uşaqlar, gəlin indi dərsimizə başlayaq, sonda sizi mükafat gözləyir. Görək kim mükafatı əldə edəcək. Həm uşaqda maraq oyadacaq, təşviq edəcək, həm də bir rəqabət hissi yaradacaq ki, qoy mən yarışda qalib gəlim. Daha sonra uşaqları necə qiymətləndirərsiniz? Bildiyiniz kimi qiymətləndirmədə diaqnostik gündəlik, daha doğrusu diaqnostik ilkin qiymətləndirmə, formativ gündəlik izləmə və bir də yekun summativ qiymətləndirmə ilə uşaqları izləyə bilərik. Uşaqları necə rəğbətləndirərsiniz? Tərif edərək, uşaqlara təşəkkür bildirərək, kiçik mükafatlardan, maraqlı fəaliyyətlərdən istifadə edərək və uğurlarını valideynlərlə paylaşaraq. Motivasiyanı necə qurarsınız? Bildiyiniz kimi məşğələnin ilkin mərhələsi motivasiya. Uşağın fərdi marağına uyğun, diqqətini cəlb edən fəaliyyətlərdən istifadə edərəm, tərifləyə bilərəm, təşviq edə bilərəm, oyunla, əyani fəaliyyətlərlə uşağı öyrənməyə cəlb edərəm. Sənə güvənirəm, sən də anlayacaqsan, bu işin öhdəsindən gələcəksən kimi sözlərdən də istifadə etmək olar. Qidalanmaya verilən tələblər hansılardır? Qidalanma balanslı və sağlam olmalıdır və müxtəlif qida qruplarını əhatə etməlidir. Dediyimiz kimi şəkər, duz az olmalıdır. Uşağın yaşına, sağlamlıq xüsusiyyətinə uyğun təşkil edilməlidir. Uşaqda yaddaş necə inkişaf etdirilir? Yəni hafizə. Təbii ki, oyunlarla, hekayə, maşını ilə, şəkillərlə və təkrarlama üsulları ilə istifadə edib uşağın yaddaşını inkişaf etdirə bilərik. Sonra məntiqi riyazi
təfəkkürü fiziki inkişafla necə inteqrasiya edərik? Təbii ki, riyazi anlayışları oyun və hərəkətlərlə öyrədə bilərik. Məsələn, bloklarla toplama çıxma əməliyyatlarıdır, rəqəmlərlə hərəkət tapşırıqları vermək olar. Burada uşaqlarda fiziki aktivlik, riyazi tapşırıqları birləşdirərək həm uşaqlarda hərəkət, həm də məntiqi bacarıqlar inkişaf etmiş olar. Tərbiyəçinin bacarıqları təbii ki, hansıdır? Qnostik, konstruktiv, kommunikativ və təşkilatçılıq bacarıqları. Sonra burada təkrar suallar olubdu. Dəqiqə. Təşkilatçılıq bacarığı nədir? Belə bir sual veriblər ki, müəllimin işini təbii ki, düzgün planlaşdırması, qrupda nizam-intizam yaratmaqdır, uşağın fəaliyyətini məqsədyönlü şəkildə təşkil etməyimiz, komanda işini aparma qabiliyyətimiz. Sonra uşaq tapşırığı yazmasa nə edərsiniz? Təbii ki, niyə yazmır? Niyə tapşırığı yerinə yetirmir? İlk öncə bunu başa düşməyə çalışmalıyam. Ola bilər ki, uşaq hələ tapşırığı başa düşməyibdir və yaxud diqqəti dağılıb, və yaxud yorğundur, və yaxud emosional bir vəziyyətdədir. Mən bunu ilk öncə özüm araşdırmalıyam və daha sonra sadə, anlayışlı şəkildə, sakit bir şəkildə izah etməliyəm. Mərhələli şəkildə uşağa tapşırığı göstərməliyəm. Fərdi yanaşma tətbiq etməliyəm. Uşağa tapşırığı tamamlamağa dəstək olmalıyam. Təbii ki, mənim məqsədim nə olmalıdır? Uşağın öyrənməyə həvəsləndirməyim. Tərbiyəyə aid belə bir sual düşüb ki, estetik tərbiyə nədir? Estetik tərbiyə nədir? Uşağın məsələn, estetik yaradıcı inkişafla eynidir. Gözəlliyi anlama, bədii yaradıcılıq qabiliyyəti, rənglər, musiqi, melodiya, zövqlü qiymətləndirmə bacarığı, uşağın incəsənət duyumunun inkişaf etməsi. Daha sonra kurikulum nədir? Kurikulum bir təhsil proqramıdır. Təhsil müəssisəsində uşaqlar üçün hazırlanmış planlı, məqsədyönlü bir proqramdır və uşağın yaşına, inkişaf səviyyəsinə, ehtiyacına uyğun şəkildə müəyyən edilməlidir. Əsas məqsəd komponent burada nədir? Tədrisin məqsədi, məzmun xətti, fəaliyyət forması, metod, materiallar və qiymətləndirmə üsulları. Sonra belə bir sual düşüb ki, məktəbəqədər təlim-tərbiyə nədir? Məktəbəqədər təlim-tərbiyə 3-6 yaş dövründə uşağın hərtərəfli inkişafını təmin edən sistemli bir prosesdir. Təbii ki, uşağa burada bilik, bacarıq, vərdişlər öyrədilir, sosial-emosional, fiziki, estetik, nitq sahələri inkişaf etdirilmiş olur. Və biz təlim-tərbiyəni məqsədli şəkildə etməliyik. Oyun vasitəsilə, müşahidələrlə, praktiki fəaliyyətlərlə həyata keçirməliyik. Bu da uşaqlarda öyrənmə həvəsini artıracaq, müstəqil düşünmə bacarıqlarını inkişaf etdirəcək, qaydalara əməl etmə bacarıqlarını inkişaf etdirmiş olacaq. Təkrar sual, oyun uşağa nə üçün lazımdır? Təbii ki, oyun əsas fəaliyyət formalarından biridir. Oyun vasitəsilə uşaqlar dünyanı dərk etmiş olur. Uşaqlarda düşünmə, diqqət, yaddaş, yaradıcılıq, nitq qabiliyyəti inkişaf edir. Həm də uşağın emosional rahatlığını təmin etmiş olur. Sosial münasibətləri öyrənmiş olur. Burada uşaqlarda əməkdaşlıq, qaydalara əməl etmə bacarığı formalaşır. Baxın, peşə bacarıqları hansılardır? Başqa sualdır. Peşə bacarığı deyəndə nə başa düşürsünüz? Ümumiləşdirib onlar haqqında məlumat verirsiniz ki, müəllimin öz işini səmərəli yerinə yetirməsidir, düzgün planlaşdırma bacarığıdır, müşahidə etmə bacarığıdır, uşaqlarla ünsiyyət qurmaqdır, komandada işləmə, valideynlərlə əməkdaşlıq və özünə inkişaf bacarıqlarını daxil edə bilərik. Qrupunuzda sim uşaq var. Bu hal sizin üçün arzu olunandırmı, arzu olunmazdırmı? Belə bir sual düşübdür. Bu zaman nə edərsiniz? Təbii ki, bu mənim üçün arzu olunmaz bir hal deyil. Hər bir uşaq fərqlidir. Hər birinin də təhsil alma hüququ var. Belə uşaqları mən anlayışla qarşılamalıyam, səbir, sevgi ilə yanaşmalıyam, həmin uşağın fərdi xüsusiyyətlərini öyrənməliyəm. Lazım gələrsə, logoped, psixoloq, valideynlə də əməkdaşlıq edərəm. Sonra belə sual düşübdür günorta ismi müəllimlərimə. Valideyn istəyir ki, uşağı bağçada yalnız oyun oynasın. Bu halda siz nə edərdiniz? Təbii ki, valideynə izah etmək lazımdır ki, onsuz ki, bu oyun uşağın əsas bir fəaliyyət formasıdır. Biz bunu bütün məşğələlərdə istifadə edirik. Sadəcə biz bunu məşğələlər üzərində inkişaf etdiririk. Təsviri fəaliyyət, ətraf aləm, riyaziyyat, nitq, bədii təfəkkür, savad təlimi və s. Biz sadəcə uşaqlara oyun oynatmırıq, həm də oyun vasitəsilə öyrədirik. Bunu valideynə başa salmaq lazımdır.
Bir də belə bir sual düşüb ki, valideyn uşağın pis davranışını sizdə görür. Bu halda nə edərsiniz? Təbii ki, mən sakit şəkildə yanaşmalıyam. Əvvəlcə onun fikrini tam şəkildə dinləməliyəm, emosional bir reaksiya vermərəm. Daha sonra isə vəziyyəti faktlara əsasən izah etməliyəm. Uşağın davranışını tənqid etməməli və yönəldəcək bir tərzdə danışmalıyam. Və valideynə uşağın inkişafına, ailə, bağça əməkdaşlığının vacibliyini vurğulamalıyam və birlikdə valideynlə çıxış yolları tapmağa çalışmalıyam. Əgər lazım gələrsə, psixoloqla, qrup müəllimi ilə də məsləhətləşmə apara bilərəm. Bu qədər müəllimlər, bu da oldu bizim 13-ü olan müsahibə suallarımız. Bunun PDF-i də qrupunuza göndəriləcək. İndi bu gün düşmüş suallar da göndərib müəllimlər. Onları da hazırlayıb sizə göndərəcəm.